Azərbaycanda meşə ərazilərində yabanı meyvə, gilə meyvə, göbələk və digər təbii məhsulların toplanması ilə bağlı qaydalar açıqlanıb. Bəzi meşə sahələrində məhsulların yığılması qadağandır, bəzi ərazilərdə isə bunun üçün meşə bileti tələb olunur. Qadağan olunmuş və ya meşə bileti tələb edilən ərazilərdə icazəsiz məhsul toplamaq inzibati məsuliyyət yaradır. Belə hallarda fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 2000-2500 manat, hüquqi şəxslər isə 5000-6500 manat məbləğində cərmələnə bilərlər. Mövzu ilə bağlı Demokrat Azı açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən fiziki şəxslər qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, gilə meyvə, göbələk, qərzəklilər, dərman bitkiləri və digər meşə sərvətlərini yığa bilərlər. Onun sözlərinə görə vətəndaşların adi meşə ərazilərində şəxsi ehtiyaclarını qarşılamaq məqsədi ilə təbii məhsullar toplaması öz-özlüyündə qanun pozuntusu hesab edilmir. Lakin fəaliyyət şəxsi istifadə həddini aşaraq tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, bu zaman müvafiq hüquqi tələblərə əməl olunmalıdır.